Salam dəyərli izləyicilər. Bugün belə bir kargomuz gəlib. Trendyol'la. Belə yox. Belə. Bax. Bilsiz bu nədir? Biləndə bəlkə çoxunuzu istəyəcəksiniz. Açın baxın da yaxşısı budur. Maşallah elə büküblər ki. Bu heç bu bilirəm sarımsaq tozudur. Bu bax budur. Əsas kargomuz budur. Bilirsiniz bunlar nədir? Parça boyası, parça. Bu bəzən solan paltarlarımızı veririk, boyayırlar da dərzilərdə filan. Biz bugün bunun bu cürəsini, toz variantını almışam, özüm boyayacağam. Bilirsiniz özlə nələri? Oğluma belə bir paltar almışdım ad günündə. Gördüyünüz kimi. Nə günə düşdü? Cəmi bir dəfəm geydi, yazıq uşaq. Ləkə oldum. Mən də rəngli paltarlar üçün ləkə çıxardıcı var. Aldım, fıskırtdım üstünə. Sən demə 10 dəqiqə saxlamaq lazımıymış. Mən amma koydum, axşama qədər qaldı. Və bu vəziyyətə düşdü. Bugün bunları boyayacağıq. Bunu bütöv boyayacağım. Amma bunun çalışacağım sadəcə bir ayağını boyuyum. Bu bir ayağı onsuz da yaşıldır, ləkəsi yoxdur. Yəni bunu belə boymaq istəyirəm. Görək necə olacaq, nə tutacaq. Burada qeyd edim ki, iki rəng var. Biri fiyoletovi rəngdir, biri mavi rəng. Bu da rəngi sabitləmək üçün olan bir mayedir. Bundan da istifadə edəcəyim. Keçək boyamağa. İlk əvvəl gördüyünüz bu boyaları belə bir bankadının yarısına qədər su eləyirik. Qaynar su, yəni çaydan qaynayır, qaynaya tökürük. Çox qaynar olsun. Suda mən 2 paketdən istifadə edəcəm ki, garantili olsun boyanın tutmağı. Əziyyət çəkmişəm, o qədər cətizdirmişəm. Hər şey bir yana. Deyəsən, zay olmasın da paltarım. Mən. Kağızdan ələm adamın əlinə rəng çıxır. Biri bu. Biri də bu. 2 paska. İki paska boyanı. Qəşəng qarışdıraq. Bu tamam. Gördüyünüz kimi suyun içərisinə boyanı tökürəm. Biraz da suyuna yıxalayım. Biz şampun qutaranda heç onun qabını birbaşa atmayıb yıxalayan insanlarıq. Siz də bu bankanı boyalı boyacaqdım. Daha sonra bu suyun üzərinə görürsünüz duz. Kuruşkan haradasa burasındandır. Təxmini 2-3 xörək qaşığı duzu əlavə edirik. Gördüyünüz kimi duz atdığımız suyu qəşəng qarışdıraq əvvəlcə. Biraz yavaş qarışdırın, heç yerə çırtdatmayın. Görürsünüz çubuğuna görə qoyur. Hansı paltarı boyayacaqsa, bunu əvvəlcə adi krantda suda isladırıq, sıxırıq. Daha sonra basırıq bunun içinə. Ya Allah. Bismillah. Görək nə olacaq. Bununla nələri boyamaq olar? Cins paltarları, pambıq paltarı, şifonu. Amma bəzi materiallar, məsələn, bunun üzərindəki bu şəkillər var. Bunlar rezing fason kimi bir şeydir də. O şəkilləri boyamır. Sintetik iplər olur paltarlarda, tikişdən. Yəni o ipləri boyamır. Belə içinə. Bunu atdıq, bunu qaynadacağıq. Bir 15-20 dəqiqə qaynasın, daha sonra bir saat, əslində yarım saat saxlamalıyıq. Mən həmişə kimi işimi qarantiya alıb, bir saat 40 dəqiqə filan saxlayacağım bu suda. Belə-belə də qarışdıraq ki, boya hər yerinə keçsin. Qəşəng. Baxın, indidən boyanıb.
Deməli bir 35-40 dəqiqə bu qəşəng qaynadı üstə. Qaz zəif idi də, yəni pak qaynamadı. Axşamlar Allahından qaz yoxa çıxır. Bunu çıxardırıq sudan. Mən bunun suyunu atmayacağım. Çünki bunun rənginə baxacağım. Yaxşı olsa şalvarı da salacağım. Çünki şalvarda Allahından azdır ləkə. Birdən pis olaraq salaram, ondan laf məhv eləyərəm. Elə hayfım gəlirdi bu paltara ki, bir dəfəm geydi nə günə düşdü. Daha sonra bunu 3-4 dəfəm suyu demək olar ki, şəffaflaşana qədər yuyacağıq. Bunu indi boşaldacağım suyunu. Bildim də suyu biraz heç olmasa saflaşana qədər. Yəni deyim bunu vedrədə yumuyun. Sadəcə olaraq kranta açın, qoyun üstündən su axsın. Yoxsa da bu nəfəsi kəsilir, yuyub qurtarmır. Daha sonra adi elə belə ilıqda soyuğa yaxın sudur. Çox az paraşok atın. Çox az da yəni amma. Paraşok atdığımız suya və paltarı basırıq belə, görürsünüz. Qalan o rəngləri də suya çıxır. Daha sonra bunu durlayacağıq və keçəcəyik ikinci etaba. Bu səfər ilıq su doldurduq. Daha doğrusu 30 dərəcədə olan, 30 dərəcədə ilə ilıq kimi bir şeydir. İçərisində bu fiskiyə yazılan məhlullar, bu duru bir su kimi bir şeydir. Bunu qatırıq. Bu boyanı daha möhkəmləndirmək üçündür. Hər dəfə yuyanda axmasın, günəşdə bozarmasın deyə. Aha, deməli paltarımızı sallıq yenidən bu suyun içinə. Bir də sizə onu deyim ki, bu qədər yuyub eləyir ya bunu. Heç birində qəti olaraq sıxmayın, yəni möhkəm sıxmayın. Əlinizin içində yüngülvari suyun axıdın. Sıxsaz boyası hər tərəfində bir cür xət salacaq, iz salacaq. Bunu qoyaq burada, bu məhlulun içində. Yarım saat burada qalsın, daha sonra duruluyub asacağıq. Və nəhayət ki, qoftamız qurudu. Bax, görürsünüz, çox qəşəng yanlı. Mən hər yerin tündgöy olmağını gözləyirdim. Ancaq yaşıl hissələri tünd yaşıl oldu, göy hissələrdə tündgöy. Üzərinin şəkli də rəngi biraz tündləşib. O da 1-2 yumadan sonra gedəcək, açılacaq, yəni şəkil düzələcək. Ən azından heyfim gəlirdi o paltarı atmağa, çünki bir dəfəm geyilmişdi və o vəziyyətə düşmüşdü. Belə çox gözəl oldu. Açıqlama bölməsində Trendyolda aldığım satıcının linkini qoyacağam. İstəyən oradan ala bilər. Videomu bəyəndinizsə like atmağı, kanalıma abunə olub mənə dəstək verməyi isə unutmayın.